A və B-dən ən azı birinin imtahan nəticəsi yaxşıdır. Bu nə deməkdir yoldaşlar? İkisi də ola bilər. Biri də ola bilər, ikisi də ola bilər. İkinci, B və C-dən yalnız birinin imtahan nəticəsi nədir? Yaxşıdır. Gəlin yazaq. Deməli, burada hallara qeyd etmək lazımdır. Birinci hal. Yazıram baxın burada. A, B və nə? C. Deməli, yoldaşlar, A və B-dən ən azı birinin imtahan nəticəsi yaxşıdırsa nə ola bilər yoldaşlar? A-mız yaxşıdır, B-miz pisdir. Bir hal. A-mız pisdir. Görəsən? Hə? Harada durmuyor? Kesin böyle arka tarafına durur. Kesin bir adım bu tarafa otursa ne olur? Hə. Baxırıq. A-nın B-nin ən azı birinin imtahan nəticəsi yaxşıdır. Hələ A-nın B-yə baxırıq. A-mız yaxşıdır, B pisdir. A-mız pisdir. Nə ola bilər? B-miz yaxşıdır. Növbəti halda nə ola bilər yoldaşlar? Hər ikisi də yaxşı ola bilər. İndi gəlin B ilə C-yə baxırıq. B və C-dən yalnız birinin imtahan nəticəsi yaxşıdır. Yəni B-miz pisdirsə C mütləq nə olmalıdır? Yaxşı olmalıdır. B-miz yaxşıdırsa C pis olmalıdır. B-miz yaxşıdırsa C pis olmalıdır. Mesela 3 tane hal var, içində yazmışıq. Gəlin nə deyək? Neçəsi mütləq doğrudur. A-nın imtahan nəticəsi yaxşıdırsa C də yaxşıdır. A yaxşıdır, C yaxşıdır. A yaxşıdır, C pisdir. Mütləq doğru deyə bilərsiniz? Xeyr, bu getdi. A-nın imtahan nəticəsi yaxşı deyilsə C də yaxşı deyil. A-nın imtahan nəticəsi yaxşı deyil, C də yaxşı deyil. Mütləq doğrudur? Bəli, doğru. Biri bu. A-nın imtahan nəticəsi yaxşı deyilsə, B-ninki də yaxşı deyil. Mütləq səhv. Tələbələrdən ikisinin imtahan nəticəsi yaxşı deyil. Burada baxılan biri yaxşı deyil. Deməli, bu da mütləq doğru deyil. Tələbələrdən ikisinin imtahan nəticəsi yaxşıdır. Burada baxılan biri yaxşıdır. Bu tərəfdə burada biri yaxşıdır. Deməli, bu da mütləq nədir? Səhvdir. Cavabımız sadəcə olur, binəz. A yox, D.